Azərbaycan Dillər Universitetində tariximizə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrində şəhid olanların əziz xatirəsi anıldı. Tədbirdən öncə universitetin professor müəllim heyəti və tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək 1990-cı il qanlı yanvar ayının 19-dan 20-sinə keçən gecə şəhid olan vətənimizin qəhrəman övladlarının məzarlarının üzərinə gül dəstələri qoydular. Qəbriniz nurlar olsun. Sən uğrunda şəhid olanlar. Universitetin foyesində 20 yanvar hadisələrində şəhid olan şair, publisist Ülvi Bünyadzadənin açıq muzeyi önündə həyata keçirilən tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başladı. İlk olaraq çıxış edən Ali Təhsil Müəssisəsinin rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev həmin gecənin Azərbaycan tarixində qəhrəmanlıq səhnəsi azadlıq üçün oyanış günü olduğunu qeyd etdi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə qəhrəman xalqımızın öz azadlığı uğrunda mübarizə apardığını deyən professor, məhz həmin gün qazandığımız azadlığın bugün müstəqil Azərbaycanı dünya miqyasında inkişaf etmiş ölkələr sırasına gətirib çıxardığını ifadə etdi. Qanlı gecədə 147 şəhiddən birinin də Azərbaycan Dillər Universitetinin tələbəsi Ülvi Bünyadzadənin olduğunu deyən rektor, onunla olan xatirələrindən danışdı, gəncliyimizi onun kimi cəsur, vətənpərvər görmək istədiyini dilə gətirdi. Daha sonra söz Nəsimi rayonu Yeni Azərbaycan Partiyasının sədri, millət vəkili Məlahət İbrahim qızına verildi. O, 20 yanvarın Azərbaycanın istiqlaliyyətinə qovuşduğu gün olduğunu ifadə etdi. Millət vəkili həmçinin Ülvi Bünyadzadənin Azərbaycan gəncliyinə nümunə olduğunu və belə oğullarımız olduqca müstəqilliyimizin əbədi və sarsılmaz olacağını diqqətə çatdırdı. Düzdür, biz 20 yanvar faciəsi deyirik, amma əslində 20 yanvar bizim xalqımızın tarixində qəhrəmanlıq bir səhifəsidir, qəhrəmanlıq tarixidir, qəhrəmanlıq səlnaməsidir. Bu tarixlə qürur duyuruq. Həqiqətən də bir Sovet ordusunun içərisində, Sovet imperializminin içərisində faşist Qızıl Ordusu adlandırılan, amma əslində faşist ordusundan fərqlənməyən bir ordunun qarşısında Azərbaycan xalqı əli yalın, heç bir silah sursatı olmadan ona dur dedi, onu durdura bildi, ona layiqincə cavab verdi. 20 yanvar Azərbaycan xalqını istiqlaliyyətin özgürlüyünə qovuşturmadı. 20 yanvar hadisəsi bütövlükdə SSR-də olan bütün xalqları özgürlüyünə, istiqlaliyyətinə qovuşturdu. Onlara müstəqilliyə gedən yolu göstərdi. Ülvi Bünyadzadənin bacısı, fəlsəfə elmlər doktoru professor Könül Bünyadzadə də çıxışında xalqımızın öz müstəqilliyini Ülvi Bünyadzadə kimi qəhrəman oğullarının canı və qanı bahasına qazandığını dilə gətirdi. Vətən üçün qəhrəmanlar çox vacibdir. Onun tarixdə qorunması, gələcəyə daşınması üçün qəhrəmanlar çox vacibdir. Və təbii ki, bu qəhrəmanlara sahib çıxan da düşüncə sahibləri. İndi Azərbaycan milləti timsalında ulu öndərimizi mən qeyd eləmək istəyirəm ki, həm bu millətin Ülvi kimi qəhrəmanları var, həm də bu millətin qara gününə, eyni zamanda ağ gününə sahib çıxan ulu öndərimiz var. Dağılan dünyada Azərbaycan sakit, sabit bir dünya olaraq qalır. Yaxın qonşularımızdan tutmuş uzaq qonşularımıza qədər siyasi durum çox mürəkkəbdir. Azərbaycan da elə çalxalanıb, elə ağır günlərini yaşayıb və bu gün durulub. Və bu çalxalanma günlərinin biri də, bəlkə də ən ağırı da məhz 20 yanvar oldu. Neçə oğullarımızı itirdik, neçə canlar itirdik, neçə gələcəyimizi itirdik. Amma şükürlər olsun Azərbaycan bu gün var və Allahdan arzu edirik ki, bu varlıq davam eləsin. Çıxışlardan sonra universitetin tələbələri şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Nəfəsi getməyir qulaqdan güllə tank səsi. Bugün hüzün günü, qürur günüdür. 20 yanvarda İlham Pərizə silgini öyrətdi birlikdə bizə. Ölüm də həmin gün durmadı gözə.
bugün hüzün günü, gürur günüdür. Dözmeyir üveyler bu derde, aha! Dağüstü park döndü ziyaretgaha. Qalmayıb səbrimiz daha. Bugün hüzün günü, gürur günüdür. Bugün hüzün günü, gürur günüdür. Sen hele genç idin, ele getdin ki, bir daha geriye dönmedin Ülvi. Yumuldu gözlerin cavan yaşında, atalık hissini bilmedin Ülvi. Həsrətlə yollarda qalıb gözlərim, torpağın qisməti oldu gözlərim. 20 yanvarda doldu gözlərim, vətənin dərdindən gülmədin Ülvi. Sənin cənazəni alanda elə, göylər də susmuyub gəlmişdi dilə. Biz səni torpağa tapşırsaq belə, heç vaxt ürəklərdə ölmədin Ülvi. Heç vaxt ürəklərdə ölmədin Ülvi.